hər bir şeyində. Biz də əgər istəyiriksə özümüzü Peyğəmbərə oxşadaq, iddia da eləyirik ki, biz Peyğəmbərin, Əhl-i Beytin ardıcılıyıq, gərək onların sifətlərini özümüzdə canlandıraq. Özümüzdə canlandıraq. Həm əxlaqi keyfiyyətləri, həm zahiri xüsusiyyətləri hamısını özümüzdə canlandırmalıyıq. Buna deyərlər məhəbbət. O ki, deyirlər fanat, gərək fanat olmayasın, dərinə getməyəsən, bunu deyənlər avam insanlardır. Təhqir eləmək istəmirəm, amma bu sözü deyənlərin ağlı yoxdur. O ki, deyir, dində dərinə getməyəsən, axmaq insandır. Hər kəs dində dərinə getməsə, diqqət elə kəlməyə diqqət elə, bunu yadda saxla. Hər kəs dində dərinə getməsə, boğulacaq. Adi həyatda, dənizdə, okeanda, çayda dərinə gedənlər boğulurlar. Amma dində isə dərinə getməsən boğulacaqsan. Gərək dayazda qalmayasan. Dayazda qalmağa bizə icazə verilmir. Çünki boğulacaqsan dayazda. Vacibdir dərinə gedəsən. Necə yəni dində dərinə getmə? Hə? Dünyada bütün şeylərdə dərinə getmək olar. Hər bir məsələdə dərinə getmək olar. Əxlaqsız şeylərdə dərinə getmək olar. Amma dinə çatanda yox. Dində dərinə getmə. Nə bilim, başını itirərsən, başın xarab olar, fanat olarsan. Bir dənə müğənninin fanatı olarsan, problemi yoxdur, ol. Bir dənə futbol komandasının fanatı olarsan, ol da, nə işğalı var, problemi yoxdur. Amma birdən Peyğəmbərin fanatı olarsan, əstəğfirullah, əstəğfirullah. Ağlını itirərsən. Bu sözü deyənlər insanlar axmaq insanlardır. Axmaq insanlardır. Professor olmur, nə bilim, nə olur olsun. Hər nə olursa olsun, o professor